Bayraktar TB2 fransız texnologiyaları ilə təchiz olunacaq. Belə ki, fransız mərkəzli Safran Müdafiə şirkəti ilə Baykar şirkəti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən Safran şirkəti Bayraktar TB2-ni naviqasiya sistemi, elektrooptik müşahidə sistemi və ağıllı sursatlarla təchiz edəcək. Qeyd olunan elektrooptik müşahidə sistemi Safran şirkətinin istehsal etdiyi Euroflir elektrooptik müşahidə sistemidir ki, bu müşahidə kodu yüksək keyfiyyətli görüntüləmə və inkişaf etmiş hədəf alma qabiliyyəti ilə seçilir. Sistem xüsusilə çətin əməliyyat şəraitində dəqiq hədəf izləmə, uzaq məsafədən müşahidə və yüksək situasiya məlumatlılığı ilə seçilir. İki şirkət arasındakı əməkdaşlıq təkcə sensor təchizatı ilə məhdudlaşmayacaq, eyni zamanda naviqasiya sistemləri, idarə olunan ağıllı sursatlar sahəsində də birgə işlər aparılacaq. Mənə maraqlı olan odur ki, bu yenilənmə təkcə Türkiyənin istifadə etdiyi TB2-lərə mi aid olacaq, yoxsa digər ölkələrə ixrac olunan TB2-lər üçün də eyni şərt keçərlidir? Çünki belə olduğu təqdirdə bu yenilənmə paketi bizim TB2-lər üçün də istifadə oluna bilər.